2 manata neler tapdım bugün bit pazarına. Bakın axıra qədər videolar izlerken sona kadar izleyin ve beğenip dostlarınızla paylaşmayı unutmayın. Yeri gelmişken bu cür qəşəng təzə vəziyyətdə karbon işləməli sükan görüm. Hansı maşının üçünü bilənlər varsa komentar yazsın. Açıqda bugün qiymətini soruşmaq istəyirəm. Lakin polka heç tapmadım. Yersizli polka. Lakin burada telefon kabloları gördüm. Hansı ki 11'den 17'ye kadar olan bütün modeller 2 manatdır. Samavarlar özdəki bu qiymətdə. Sabunçu bit pazarda. Bura bəziləri sabunçu Rus pazarı. Gördüğünüz kimi samavardan Qafqazağa qədər burada hər şey satılır. Videoları sona qədər diqqət izləyək və izləyərkən bəyənib takip atmağı unutmayaq ki, paylaşımları, indirim xəbərlərini qaçırmayasınız. Sabunçu Rus pazarı, bəziləri sabunçu bit pazarı deyir. Samavar izləyicə çox soruşur. Ümumiyyətlə bir şeylə qeyd edirik ki, bizə mesajlar gəlir ki, qarşı samavar neçə satırsınız? Bizə samavar göndərə bilərsiniz? Biz samavar satmırıq. Biz satışla məşğul deyilik. Sadəcə olaraq mağazalardan endirmə çəkib paylaşırıq. Qiymətləri mən deyirəm ki, bazar qiymətlərindən qat-qat ucuzdur. Burada hər qiymətə samavar ala bilərsən. Buradan sən misal üçün deyə 20 manata samavar ala bilərsən. Buradan sən 200 manata samavar ala bilərsən. Təbii ki, ilinə görə qiyməti də dəyişir. Qədim samavarlar var ki, bir dəqiqə od bahsına açıqlayım. Keçmiş qab-qacaqlar, xrustal dəstlər çox satılır. Bu cür qəşəng bahalı boş qablar satılır. Hansı ki, bu dəqiqə məndərim istehsalı yoxdur. Bunların hamısı Sovetdən qalma qablardır. Bəziləri dəst şəklində satılır, bəziləri tək-tək şəkildə satılır və yenə deyirəm, hərəsinin təbii ki öz qiyməti var. İlinə görə qiymətləri dəyişir. Bunlar neçəydi xalaqlar? 600. Sabunçu bazarı və gördüyünüz ki, sabunçu bazarında toz kuşu satırlar, hansı ki qiyməti 600 manatdır. Bilməm indi valla 600 manat vermənə dəyərmi, dəyməzmi, lakin qiyməti budur. Bazar çox böyük bazardır və bazar haqqında videolar səhifəmizdə paylaşmışıq. Keçib izləyə bilərsiniz. Videoları izlərkən bəyənib dostunuzla paylaşmağı unutmayın. Sizcə buna 600 manat verməyə dəyərmi? 5 manata iPhone alacağım. Bilmirəm valla almağına dəyərmi, dəyməzmi, bilmirəm. Heç hansı modeli də bilmirəm. Bilənlər varsa qardaşlara komentarda yazsın. Xahiş edirəm. Sabunçu bit bazarı, bəziləri sabunçu Rus bazarı deyir. Bəzən izləyicilərdən bəziləri elə bilir ki, burada hər şey nə varsa 5 manat elə deyil. Burada hər qiymətin məhsul ola bilərsən. Sən burada 5 manata telefon ala bilərsən, burada sən 500 manata telefon ala bilərsən. Təbii ki, hər şeyin öz qiyməti var. Günə qədər gördüyüm ən böyük bazarlardan biridir və bazarda çeşid həddinin altı çoxdur. Son zamanlar telefon soruşan izləyicilər üçün bunları paylaşıram. Gördüyünüz kimi var, lakin yenə deyim, işləyib işləmədiyi haqqında heç bir fikrim yoxdur. Bəli, misal üçün keçən həftə bazar günü gələndə yanınızda iPhone 11s paylaşmışdım. Bəli, o işləyirdi, hətta 150 manata deyirdi qardaş, çox təzə variantda idi. Bazar böyük olduğu kimi bazarda çeşid həddindən altı çoxdur. Gördüyünüz ki, telefondan təsbiyə qədər, toyuq cüzəyə qədər, nə bilim, doğuşan pişiyə qədər bazarda hər şey tapmaq olar. Bazar ümumiyyətlə hər gün işləyir. Bazar haqqında çox yazılar gəlir bizə. Bazar hər gün işləyir, lakin hər həftədən bazar günü bazarda böyük yarmarka keçirilir. Gələn zat soruşan izləyicilərdə o əzizlərim mən. Çalışın gələn almayın. Bazarda ümumiyyətlə bu cür yerlərdən gələn almağınız məsləhət bilmirəm. Qiymətlər də qantir olar. Sabunçu bit bazarıdır. Qiymətin desəm inanmayacaq sonsuzda su qiymətinə. Bu Dadanin polkasında möhtəşəm şeylər var ümumiyyətlə. Radiatordan tutmuş qanterlərə qədər satır. Bu qardaş isə Sabunçu bit bazarının ən böyük mağazalarından biri işlədir. Muzey Baku mağazasıdır. Burada gördüyünüz kimi keçmiş televizorlar, əsərlər, kitablar, dəftərlər, telefonlar. Səhifəmizdə mağazanın içərisi videosunda paylaşmışıq ki, keçmiş pullardan tutmuş Osmanlı dövrünə aid olan sənət qədər burada hər şey satılır. Muzey Baku Sabunçu bit bazarında yerləşir. Rus bazarı ilə bəziləri aşağıda yerləşir. Çox böyük mağazadır və içəridəki çeşid həddindən artıq çoxdur. Ancaq antik məhsullar satılır burada. Baxına lazım olsa yaxınlaşıb burada əldə edə bilərsiniz. Keçmiş saatlardan tutmuş bu cür balaca mini samavarlara qədər burada hər şey satılır. 10 manata bugün iPhone aldım Sabunçu bit bazarından. Maraqlı iPhone həqiqətən də neçədir bilən varsa yazsın. Biri deyir 4'dür, biri deyir biləm sizə markası hələ bir şey deyil. İşləyib işləmədən hələ bilmirəm. Qardaş TV-dən ekranda balaca bir problem var. Görə işləyəcək, işləməyəcək mənə də maraqlıdır həqiqətən də. Markasını bilənlər varsa yazsın. 20 manata deyirdi qardaş sağ olsun 10 manata verdi. Burası Sabunçu bit bazardır. Burada qazan dəstlərindən tutmuş işləyən, işləməyən qantellərə qədər hər şey satılır. Az öncə telefonlar haqqında da, binokullar haqqında da paylaşım eləmişik. Keçib bu videoları izləyə bilərsiniz və izlərkən səhifəmizə abunə olmayı unutmayın ki, bu kimi paylaşımları qaçırmayasınız. Çox maraqlı bazardır. Bir şey almasam da hər bazar gedirəm, maraqlı şeylər sizə ki paylaşırıq. Çoxlu bizə yazılar gəlir ki, nə bilim sənə pul atın filan şey saxla, sənin kartın filan şey atın filan şey saxla. Əzizlərim, biz burada işləmirik. Biz sadəcə olaraq maraqlı gələn şeyləri çəkirik, paylaşırıq. Gördüyünüz kimi maraqlı bazardır həqiqətən də və bu bazar haqqında paylaşımları bizim YouTube kanalımızda da yayımlanmışıq. Keçib izləyə bilərsiniz. Bit bazarı Sabunçuda nə tapmaq olmaz. Burada hər şey var. Baxın, plisosdan tutmuş ta kaset disklərə qədər. Hər biri 1 manatdan tutmuş saatdan paltar yuyan maşını, qab yuyan maşını və soyuducuya qədər burada hər şey var. Səhifəmizdə paylaşmışıq uzun videoları keçib izləyə bilərsiniz. Yəni burada olan telefonlardır, məşədə əşyalardır, YouTube kanalımızda artıq yayınlanmışıq. Onda gəlib videolar keçib izləyə bilərsiniz. Hansı modeli görəsən kim bilir? 5 manata aldım. Keçən dəfə də almışdım 5 manata, amma işləmədi. İndi bunu alacaq elə işləyəcək, işləməyəcək. Vallahi işləyib işləməyə haqqında heç bir fikrim yoxdur. 10 manata deyirdi, 5 manata aldım. İşləməsə də suvenir kimi istifadə etmirlər. Hansı model bilənlər varsa ya komentarda yazsın. 4S-ə də oxşayır, lakin C modelinə də oxşayır.